Salam dostlar, hər vaxtınız xeyir olsun. Avqust ayının 11-i sizlər üçün avqust ayının 20-sinə qədər bu qara bəbiri satışa çıxdı. İlkin ödəniş 3200 manat. 200 də halal xoşunuz olsun, son qiymət. Gəlib burada qiymət söhbət eləsən qardaş, satmayacağım. Nə sən özünü yor, nə mən özüm yorum. Sənə döyməyə vaxt yoxdur. Qısa konkret. 3000 manat ilkin ödəniş, 21 ay neçədən? 770. 770 manat. 21 ay 770 manatdan. Qardaş, maşınımızın kuzası səliqəlidir. Əlaqə nömrə profildə var. Ünvanımız Gəncə şəhəri, yarmarkanın yanı. Təbii ki, bunu təkrar deyirəm ki, bilməyənlər də bilsin. Gözəl qardaşlarım, de, əlini qaldırıb endirirsən nəsə, mən çəkirim, çəkərsən. Qoy ətraflı məlumatları verim, ondan sonra yenə başla, gəl. Maşınımızın motoru 4-4'lü vanusun birində səsi var, lingil sıxıntısı var. Təkərinin 4'ü də təzədir. Qapısında biraz ağırlıq var, onda inşallah alan adam, onda açılsa alan adam, stop verəcəmsə çək. Hə, şükür, açıldı. Salon səliqəlidir, amma telefon ışığı lazımdır ki, tam səliqəli görsədək salon. Bax, bu da salon. Bax, gecə çəkilişlərimiz hamı elə bilir Hasandır. Valla çətindir, çəkiliş də çətindir. Çəkiliş aparan qurban olduğuma bax. Hərə bir cürdüma ver. Hərəsi bir cürdür, durub üzümə baxır. Bax qardaş, lüku var işləkdir. Konsener işləyirmi? Konsener var işləyir. İşləməsə nə lazımdır deyərsiniz üzər sözünüzü. Maşınımız tam səliqəli vəziyyətdədir. Görürsünüz da, 2002-ci ilin qara bəbri. İlkin ödəniş 3000 manat, 21 ay 770 manatdan. Təkərin 4'ü də səliqəli. Vallahi indi bilmirəm, çəkilişdə yaxşı düşdü, pis düşdü, məni qınamayın. Məcbur gecə ilə çəkilik ki, satılsın. Yəni axırıncı çəkiliş bizim çəkilişdir ki, biz bunu satmalıyıq. Ünvanımız da təbii ki, Gəncə şəhəri, yarmarkanın yanı bəllidir. Əlaqə nömrədə profildə var, yolunuzu gözləyirəm.